Orxan Çingizoğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yenavaz.com xəbər verir ki, Orxan Mürsəlov 1986-cı il iyulun 26-sında Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 sayılı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Siyasi İdarəetmə Fakültəsini politologiya ixtisası üzrə bitirib. 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi, marketinq ixtisası üzrə magistr dərəcəsi alıb. 2010-2022-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və ərazi təşkilat məsələləri şöbələrində müxtəlif məsul vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2022-ci il 11 avqust tarixli sərəncamı ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan, türk, ingilis və rus dillərini bilir.